Sizlərlə 14-12-ci ay 2025-ci ildə EFSA Akademiyada keçirilən sınağın izahına baxacağıq. İlk olaraq dinləmədən başlayacağıq, lakin dinləməyə qulaq asmamışdan əvvəl təbii ki də mən gedirəm suallarda özüm üçün açar sözləri qeyd edirəm. Məsələn, gəlirəm ki, birinci hissədə choose the correct step və məndən düzgün olanı istəyir. Dogs are allowed on the beach during the cleanup activities. Görək ki, həqiqətən də icazə verilirmi? Mən özüm üçün bunu işarələyirəm. Buradan bunu seçim ki rahat olsun. During the cleanup activities, backup conversation group organize cleanup every week. Belki de həqiqətən də every week dediyinə görə. Children are welcome to join. Həqiqətən görək olacaqmı? Join the beach cleanup activities. The group does not deyirsə, yine buranı da işarələyirəm. Sonra keçirəm Y variantında. The group only focuses on the beach cleaning. Demişdik ki, onunla onda mən biraz bura şübhəli baxıram ki, görək olacaq, yoxsa yox. Tez 2-yə keçirəm. Hansı suala cavab olduğunu soruşur. How often does the group clean up the beach? Nə qədər sıxlıqla olduğunu soruşur. What is the exact number? Exact number'ı soruşur məndən. Butterfly spicy species and the reserve. How much does it cost to join the group? Cost işarələyirəm. Sonra keçdik. Where did Jan live before moving to this area? Where və live işarələyirəm. 5'e baxırıq. Y variantı daha doğrusu. What is the Peter's favorite activity in the group? Görək ki, Peter'ın favorite activity nə imiş? 3'e baxaq. Answer the question according to the dialogue. What is the next project after installing nesting boxes? Mən baxıram ki, onlar quraşdırandan sonra nə edəcəklər? Next işarəliyim burada. Artı variantlara baxmam ki, özümə zaman itirməyim. Sonra keçirəm 4-cü suala. Complete this according to the dialogue. The wall that needs replacing is located. Harda yerləşir? Wall olanda bir də ki, wall olanda bir də located sözləri olanda gəlir 4-cü suala baxacağam. Keçirəm 5-ci suala. It's clear from the dialogue that Jen has never olanda şübhələnirdik. Sonra gəlirəm digər bir hissəyə. Conversation activities before Peter is the leader. Görə həqiqətən liderdirmi? The group is planning to start a mouse countering project soon. Başlayacaqlarmı görək həqiqətən də. Jen is interested in taking part in butterfly identification. Interested in the burada işarələyirəm. Butterfly identification işarələyək. Sonra Y variantına baxıram. The group has already finished the butterfly identification project. Artıq bitiriblərmi görək. Onda keçirəm dinləməyə qulaq asmağa. Əgər suallara işarələdimsə və yerlərinə də uyğun olduqca qayıdıb baxarıq. Hello. Oh, hello. My name's Jan. Are you the right person to talk to about the Buckworth Conservation Group? Yes, I'm Peter. I'm the secretary. Good. I've just moved to this area and I'm interested in getting involved. I was in a similar group where I used to live. Could you tell me something about your activities, please? Of course. Well, we have a mixture of regular activities and special events. One of the regular ones is trying to keep the beach free of litter. A few of us spend a couple of hours a month on it, and it's awful how much there is to clear. I wish people would be more responsible and take it home with them. I totally agree. I'd be happy to help with that. Is it okay to take dogs? I'm afraid not, as they're banned from the beach itself. You can take them along the cliffs, though, and children are welcome. Right. We also manage a nature reserve, and there's a lot to do there all year round. For example, because it's a popular place to visit, we spend a lot of time looking after the paths and making sure they're in good condition for walking. I could certainly help with that. Good. And we have a programme of creating new habitats there. We've just finished making and installing nesting boxes for birds to use, and next we're going to work on encouraging insects. They're important for the biodiversity of the reserve. They certainly are. Oh, and we're also running a project to identify the different species of butterflies that visit the reserve. You might be interested in taking part in that. Sure. I was involved in something similar where I used to live, counting all the species of moths. I'd enjoy that. Another job we're doing at the reserve is replacing the wall on the southern side, between the parking area and our woodshed. It was badly damaged in a storm last month. Okay.
Demək, dinləməklə bərabər suallara baxdıq və demək olar ki, cavablarını tapmışıq. Gəlin yenə də bir variantlarla işləyək. Mən bunu tam ekran eləməyə çalışacağam. Görüm eləyə bilsəm. Full screen. Okay. Gəldik birinci baxıram ki, birinci sualda icazə verilir dedi, amma eşitdik ki, not dedi. Ona görə A variantı səhvdir. B variantına baxıram ki, every week deyirdi. Yox, a couple hours in a month. A couple a month deyirdi. Sorry. Mən də baxıram ki, orada every week deyil, month olmalı idi deyə B variantı səhvdir. C variantına baxıram ki, bəli düzgündür. Çünki niyə? Mənə orada deyir ki, yəni itlər, ev heyvanları buraxılmasa belə baxmayaraq, yəni uşaqlar buraxılırdı. Ona görə C variantını düzgün variant olaraq götürürəm. D variantına baxıram ki, the group does not allow anyone to bring pets to the cliffs. Amma cliffs tam əksinə gətirə bilirdilər. Yəni petslər gələ bilirdi. D variantı səhvdir. E variantına baxıram, only focuses beach cleaning. Əvvəldə də sadalayır ki, bir neçə fəaliyyətləri var və sonunda da ardıcıl olaraq təmizləmədən sonra da identification butterflies'dən danışırdı, sonra nesting boxes'dən danışırdı və s. Okay, mən burada da görürəm ki, Y variantı səhvdir. İkinci suala baxıram ki, hansı suala cavab var deyə və orada gördük ki, often bayaq dediyimiz kimi hansı sıxlıqla olurdu. Eyni şəkildə gördüyümüzə görə A variantı düzdür. B variantına baxıram ki, exact number heç bir rəqəmlə bəhs eləmədi. B variantı səhvdir. Cost olmasına, yəni qiymətinə fee-dən heç bir şey danışmırdı. Ona görə C də səhvdir. B-yə baxıram ki, where did live? Əvvəli yaşadığı yerdə deyə belə bir şeylər var idi, amma nə var, harda yaşamışdı onu bilmirəm. Ona görə D variantı səhvdir. Y variantına baxıram ki, Peter, what is the Peter's favorite activity? Eyni şəkildə aktivitelərə deyil, fəaliyyətlərə deyil, lakin hansının onun sevimlisi olduğunu demir. Sonra üçüncü suala baxıram. Yenə eyni şəkildə bunu dinləyərkən tapmışdıq ki, encouraging insects to improve the biodiversity. B variantı düzgün variant idi. Sonra baxıram dördüncü suala. Eyni şəkildə dinləməklə bərabər bu sualın cavabını tapmışdıq. Beşinci suala baxırıq ki, məndən nə istəyir? John has never participated. Heç vaxt iştirak eləməyibdir, amma əvvəlki olduğu yerdə dedi ki, iştirak edib. Ona görə A səhvdir. Dinləməyə başlayan kimi deyir ki, Məmməd sekreteri idi. Ona görə B variantı səhvdir. C variantına baxıram ki, the group is planning to start a mouth counting project. Mouth counting projectdə sadəcə Jen vurğulayır ki, mən orada iştirak eləmişəm. Ona görə C variantı səhvdir. D variantına baxıram. Jen is interested in taking part in the butterfly identification. Bəli, düzgündür. Y variantında ki, the group has already finished the butterfly identification project. Tam əksinə isə burada deyir ki, running the project deyildiyinə görə hal-hazırda davam edir. Ona görə Y variantını səhv olaraq götürürük. Sonra keçirəm mətnə, amma birinci demişik ki, mətnə başlamamışdan və nə edirəm? Tez keçirəm suallara baxıram ki, mən mətni oxuyarkən nələrə diqqət eləməliyəm. Bunun üçün tez gəldim, mətnimizi analiz edək, suallarımızı analiz edək, görək nə var. Birinci suala baxıram ki, was one of the richest işarələyək və harda? Medieval Europe-da. On the shine, the city center, is difficult to discover without a car. Görək, düzdürmü? Discovered işarələyək. Sonra alt nöqtədə baxıram ki, Belfry is recognized as a UNESCO. Ondan sonra UNESCO-nu görən kimi biləcəm ki, buradan bəhs eləyir. Again, is most famous for beach tourism than for history and culture. Əgər müqayisə edirsə, böyük ehtimalla səhvdir, amma yenə də bir baxaq görək düzdürmü? Sonra 7-yə baxaq. Deyirəm ki, Ghana's historical prosperity during the Middle Age. Middle Age-i görəndə gələcəm bura. Result of the nəyin nəticəsindədir? Baxarıq. 8-ci suala what makes the view from St. Michael's Bridge so famous? View-nu soruşurdu məndən və St. Michael Bridge olanda gəlib bura baxıram. Sonra keçirik 9-cu suala. Vibrant sözünün mənasını soruşurdu. Yenə eyni şəkildə baxar, bilmiriksə, gəlib buradan baxa bilərik. 10-cu suala baxıram ki, hansı suallara cavab var deyib. Orada görürük ki, when did Ghent citizens give themselves their nickname? Nə vaxt vermişlər, baxarıq. Sonra burada işarəliyək, əgər bir tarix il varmı görərik. How many tourists visit Ghent every year? Nə qədər turist olurdu, işarəliyək. Which rivers? Hansı çaylar idi? River işarələyirəm. Harda? Ghentdə. What famous artwork is housed in St. Brave's Cathedral? Baxaq görək hansı əsər idi. Bunu da işarələyirəm. How much does it cost to visit Greveston Castle? Bunu da how much-ı işarələyək. Əgər açar sözləri özümdə tapdımsa, keçirəm nəyə? Mətnə.
Mətnini görürəm ki, Ghent or Ghent in Dutch is beautiful and lively city in the Flemish region of Belgium, known for its mix of well-preserved medieval architecture and a vibrant young atmosphere thanks to its large student population. Mən görürəm ki, vibrant sözünə young atmosphere ikisi yanaşı gəlibsə, demək ki, situasiyada ona uyğun bir şey olmalıdır. Gənc, canlı olaraq bir şey. Gəlin baxaq görək nə var. Sakit olmaz, dangerous, təhlükəli. Əgər student population danışıramsa, onu dangerous-a uyğun gətirmərəm. Slow və sıxıcı olmalıdır təbii ki də və ya da ki, eyni şəkildə old, çünki old olaraq mənə medieval architecture-ı özü vurğulayıb. Onu seçməliyəm. Demək ki, əgər sözün tərcüməsini bilməsəm belə, situasiyadan Y variantının olduğunu tapa bilərəm. Sonra davam eləyək. Student situated at the meeting point of the Lys and Scheldt rivers. Hansı çaylar idi? Gördüm burada. Var çaylar. Hansı sualdaydı? 15-ci sualdaymış. 10-cu sualda daha doğrusu. Görürüm ki, hansı çaylar deyə 3-cü sualın cavabı var. Ona görə 3-ü götürürəm. Devam edək. Ghent was one of the largest and the wealthiest city in Europe during the Middle Age. Middle Age hissəsi var burada. Demişdik ki, açar sözümüzdür. Gəlirəm 3 bura. Sonra bu hissəyə Middle Age result of nəyin əsasındaydı ki, o oranın görək historical prosperity nəyin səbəbindən primarily due to flourishing textile industry. Mən görürəm ki, textile nə idi? Yəni tekstil sahəsində. Variantları axtarıram görüm varmı? Variantlarda tekstillə bağlı bir şey görmürəm, amma sinonim olaraq görürəm ki, clothes and fabric trade olaraq C variantını işarə edə bilərəm. Sonra tez davam edək mətnə. The city center is easy to explore on foot or bicycle. Aha, explore sözünə bayağı bir şey görmüşdü. Discover sözüydü. True false suallarında görürəm ki, without a car eləmək çətindir, amma burada tam əksinə deyir ki, mənə piyada və ya velosipedlə rahatdır. Ona görə nə edirəm? 6.1-i false olaraq işarə elədim. 6.1 nə idi? 6.2-ni false olaraq işarə edirəm. Sonra keçirəm, ardına davam edirəm. One of the most famous view. Aha, view hissəsini bayaq demişdim. Michael's Bridge, where you can see the city's iconic three towers. Nəyi gördüm? 3 dənə iconic tower gördüm. Gəl baxaq görək hansı var idi burada. Hansı sualdaydı o? Aha, buradaymış. Mən gördüm ki, variantlara ona uyğun gələn hansıdır? B variantıdır. Sonra keçək, yenidən davam edirəm. St. Nicholas Church, Belfry and St. Brevis Cathedral. The Belfry is a UNESCO World Heritage Site and offers the fantastic panoramic view from the top. Okay, baxıram ki, həqiqətən də onun tərəfindən tanınıb deyirəmsə, UNESCO sözü hardaydı? Buradaydı. 6.3-ü neylədik? True olaraq qeyd edirəm. Davam edək. Inside St. Brevis Cathedral, you can find the world famous masterpiece. Bayaq görmüşdük ki, world famous sözü var idi. Görə həqiqətən də uyğun gələcəkmi bura, yoxsa yox? World famous hissəsi hardaydı? Aha, buradaymış. Görürəm ki, world famous artwork is housed in St. Brevis Cathedral. Gördük ki, buradaymış. Ghent Altarpiece əsəri imiş. Sonra keçirik nəyə? Another must see is the imposing Western Castle, a medieval fortress with a moat that was once home to the Scots Flanders. Wandering along the old ports, the Grassley and Cornwall Quay, with their historic guildhouses, is perfect for relaxing and enjoying a boat tour. This also has a growing reputation as a vegetarian and vegan-friendly capital. And its citizens are sometimes proudly nicknamed the news bearers and strawpreneurs after a famous historical rebellion. Bu sözü bayaq görmüşdük burada ki, nə var özlərini adlandırırlar sonra. Baxaq görə, mənə tarix olaraq vermədiyinə görə mən biri götürə bilmirəm. Sonra eyni şəkildə burada cəlb edilməklə bağlı görə turistlərdən bəhs edəcəkməyəm. If you are planning to trip, it offers a charming experience that feels less touristy than its neighbor, Bruges, combining rich history with a modern and creative vibe. Gerək burada var idi. Turistlərin dəqiq sayı ilə də bağlı mən heç bir şey görmədim deyə ikini seçmirəm.
və orada qiymətlə də bağlı heç bir şey yox idi, onu da seçmirəm. Cavab olacaqdı 3, 4, 9-u yazdıq, 8-i qeyd elədik, 7-ni yazdıq, amma true false suallarımızda qalıb. Aha, was one of the richest. Richest sözünü burada wealthiest city olaraq görmüşdük deyə. Burada görürük. Bəli, düzgün onlardan biridir. Burada da eyni şəkildə richest-i wealthiest-ni sinonim olaraq verib deyə 6.1 true olaraq götürdüm. 6.4-ə baxıram. Famous for beach tourism, then for history and culture. Bayaqdan tarixindən danışdıq. Heç orada beach tourismini bəhs eləməmişik deyə 6.4-də false olaraq götürdük. Sonra keçirəm digər mətnə. Digər mətnə də başlamamışdan əvvəl test sualları bir nəzərdən keçirim. People devote roughly 1/3 of their lifetime to sleeping. Bu hissəni qeyd edirik ki, lifetime. Sleep only restores physical strength. Only deyəndə yenə diqqətli olurduq. Only physical'ı da qeyd edeyim buradan. Specialists advise adults to rest for at least 10 hours. Burada 10 hours işarə edirəm və adults işarə edirik. Sleep help the brain organize and store information learned during the day. Aha, görə həqiqətən də kömək edəcəkmi sleep bizə? Organize and store information. Sonra keçirəm 12-ci sual. 12-ci sualda məndən 4-cü paragraf uyğun olanı soruşur. Bunu saxlayıram hələ ki, variantlara baxmaq vaxt itkisidir. 13-cü sual var. He sözüdür. Yenə eyni şəkildə saxlayırıq. 14-də baxaq. Complete the sentence according to the passage. Məndən tamamlamamı istəyir. Many people in the US hissəsini USA-yi görəndə gəlib bura baxacağam. Fail to get enough sleep. Aha. Sonra 16-ya baxır, 15-ci suala baxıram sonra. 15-ci sualı uşaqlar baxmırıq daha doğrusu. Bu sualı hər kəsə düz olaraq hesab edəcək. Niyə? Çünki burada səhvən 3 sözü qalıb, amma variantlarda isə 2 dənəsi olmalı idi. Ona görə 15-ci sual sadəcə deyəcəm cavabı. Lakin bura çox da pay attention eləməyin. Okay, gəlin onda mətnimizə tez baxaq ki, onun əsasında davam eləyək. Sleep is important for everyone because it helps us stay healthy and feel good. People spend about 1/3 of their life sleeping. Bəli, baxıram ki, burada var. Demək ki, neymiş burada? 11.1'i true olaraq götürdüm. Sonra keçirəm ardına. Deyirəm ki, for example, if someone lives to be 90 years old, they will have slept for about 30 years. But why do we need so much sleep? First, sleep helps our body repair itself. Aha, özünü yeniləməyə kömək edir. While we sleep, our muscles, tissues, and skin recover from the day's activities. This is why rest is so important when we are sick or tired. It helps us to heal. Aha, baxıram ki, burada repair'dir, recover'dır və heal nə deməkdir? Tərcümələri sağalmaq deməkdir. Bayaq heal sözünün tərcüməsinə gələndə elə bunlardan birini də görürəm ki, orada recover var deyə elə C variantını götürə bilərəm. A variantında reuse yenidən istifadə, refuse nə idi? İmtina eləmək, recycle yenidən istehsal etmək, əvvəlcə təşkil eləmək deyə idarə eləmək, təşkil eləmək, ona görə keçdik. Sleep also benefit our brains. During sleep, the brain organizes and stores what we learned. Bayaq organize and store sözünü görmüşdük sualların birində. Aha, burada görmüşəmmiş. Həqiqətən də bizim beynimiz nə edir? Onlara saxlayır deyə 11.4'ü true olaraq işarə edirəm. Sonra davam edir. What we learned without enough sleep, it's harder to concentrate, remember things, and make good decisions. For example, students who sleep at least 8 hours before a test usually perform better. Baxıram ki, bayaqdan ancaq fizikal olaraq, amma görürəm ki, konsantrə olmaqla falan da var. Ona görə də bunu false olaraq götürürəm. Sonra gəldik 3-cü hissəyə. Express recommend that adults sleep between 7 and 9 hours each day. Adults bayaq yatması ilə bağlı görürük ki, 7 və 9 saat arasındadır. Amma burada neçə saat demişdi? 10 saat demişdi. False olaraq götürdük. A, B, B, A şəklində davam elədi. Sonra baxaq görək harda qalmışdıq. However, many people do not get enough rest. According to the Centers for Disease Control and Prevention, about 35% of adults in the United States sleep less than 7 hours a night. Some people say, baxıram ki, United States buradadır, ona görə 14-cü sualın cavabıdır. While others remain awake using digital gadgets. Deyir ki, bəziləri deyirlər ki, işlərlə çox yüklənirlər tapşırıqlarına. Bəziləri deyir ki, elektronik, digital, rəqəmsal cihazlardan istifadə edirlər. Baxaq görək burada ona uyğun olaraq bir şey varmı variantlarda? 3/1-ni istifadə eləmək əvvəldə idi.
Baxıram ki, çox məşğuldurlar və ya da ki, elektronik cihazlardan device, gadgets sinonim olaraq istifadə edirlər. Sorry. Burada nə deyirik? B variantını düzgün variant olaraq götürəcəyik. Sonra C-yə baxıram ki, heal faster bu hissədə idi. Express recommend sleeping between 7 and 9 hours. Bu da 3-cü abzasdaydı. Organize and store'dakı birinci tərəfdə idi. Organize and stores 2-ci abzas daha doğrusu ona görə heç bir uyğun gəlmir. Sonra ardını da tez bitirək. People who lack sleep often feel stressed or sad and get sick more easily. Over time, poor sleep can lead to obesity, heart disease, and diabetes. This shows how important it is to make sleep a priority. Gəlin baxaq görək 4-cü abzası uyğun yaza biləcəyim hansıdır? 4-cü abzas bayaq bundan soruşmuşdu. Görürəm ki, əgər az yuxu yatılsa, onların mənfi cəhətlərindən danışır. Variantlara tez baxıram. Sleep allows our muscles and tissue to recover from daily strain. Bu birinci yox, ikinci abzasdaydı. Sonra B-yə baxıram. Sleep is essential because it keeps us energetic and in good spirit. Eyni şəkildə bunu deyə bilməyəcəm. Çünki niyə bundan danışsam, onun müsbət cəhətlərindən danışmaq məcburiyyətindəyəm. C-yə baxıram ki, many individuals do not manage to sleep enough hours each day. Əgər idarə edə bilməsin, niyə idarə edə bilmirlər gün içində yetərli qədər yatmağı? Bunun haqqında danışmalıyam. D variantına baxıram. Failing to get required sleep can negatively affect one in many ways. Bəli, deyir ki, birini məsələn yetərli yuxunu ala bilməmək müxtəlif yollarda ona təsir edə bilər mənfi şəkildə. Bəli, görürəm ki, orada nə idi mənfi ola bilən xəstəliklərdən danışırdı. Daha rahat xəstələnə biləcəyini danışırdı və s. Ona görə də görürəm ki, in many ways deyib onun açıqlamasını verildi. D variantı düzgündür. Suggest that grown up should sleep between 7 and 9 hours. Bu da eyni şəkildə 3-cü abzasda var idi, uyğunluq gəlmir. 12-ni də yazdı, 13-də yazdı, 14-də də, 15-in sualıda demişdik ki, fikir vermirik. Amma yenə də əgər bura fikir verməmiş yazmış olsaydınız, məsələn, mən baxıram ki, nə vaxt yaradılıb, onun haqqında bir ideya yoxdur deyə mən biri götürə bilmirəm. Sonra baxıram 2-yə, how many hours of rest specialist advice for grown-ups. Məsələn, deyirəm ki, nə qədər olmalıydı. Ona görə ikini seçirik, deyir ki, 7 və 9 saat arasında olmalıdır və grown-up'a adults olaraq istifadə edib deyə ikini götürürəm. Which types of meals are considered ideal before bedtime? Hansılar daha ideal yeməklərdən bəhs olunmur deyə 3-ü götürmürəm. 4-ə baxıram, what is the most popular bedtime routine among teenagers? Mənə teenagerlərdən danışmırdı, adultlardan danışmırdı 4-də səhvdir. What negative outcomes can arise from prolonged sleep deprivation? Məsələn, deyirəm ki, orada yuxu çaşmasından nələr ola bilər, hansı nəticələr ola bilər? Onu da vurğulamışdıq mətndə 4-cü abzasda, ona görə 5-cini götürürük. Sonra keçirik qrammatik suallara. Qrammatik suallarda görürəm ki, choose the correct logical ending. Mənə deyir ki, məntiqi nəticəni, yəni sonluğu tapaq. Despite the heavy snowstorm, ağır qar fırtınasına baxmayaraq, gəlin baxaq görə hansı variant ola bilər. Flights were delayed for several hours. Bu əslində konkret olaraq olardı. Onda despite olmazdı, baxmayaraq tərcüməsini verməzdi. The roads became extremely slippery. Snowstormunda slippery olması normaldır. Yenə eyni şəkildə despite uyğun gəlmir. She decided to drive to the airport. Bəli, bu artıq despite uyğun gəlir. Çünki niyə despite heavy storm deyirəmsə, snowstorm deyirəmsə, baxmayaraq kimi verir və ardına deyirəm ki, yenə də bu hava limanına sürməyə qərar verir. Deyil, C variantını seçəcəm. Sonra D variantına baxıram. Many people stayed indoors for safety. Bu da normal olaraq. Authorities issued a weather warning. Bəli, bu da normal olardı. Və uşaqlar, belə bir suallarda baxın ki, 4 dənəsində normal olaraq gəlir. Yəni, deyirəm ki, bu nəticə etibarilə belə ola bilər. Amma bir dənəsi onlara əks olur və ya mənfi mənada olduğuna görə elə də cavabı tapa bilərsiniz. 17-ci suala baxıram. 17-ci sualda mənə göstərici nədir? By the time ifadəsidir. Mən by the time-ı görəndə bilirdim ki, nədir? Ondan sonra ya keçmiş sadə zaman olmalıydı ya da indiki sadə zaman. Keçmiş sadə zaman yazsaydım, ikinci səhvə keçmiş bitmiş. Əgər indiki sadə yazsaydım, gələcək bitmiş zaman olmalı idi. Baxıram ki, məsələn, A variantında indiki zaman var və Y variantında indiki sadə zaman var, amma keçmiş sadə zaman yoxdur birinci tərəfdə. Onda A və Y variantı arasında seçim eləməliyəm. Amma A variantında nədir? Y sadəcə gələcək zamandır, amma mənə gələcək bitmiş zaman lazım olduğuna görə Y variantını seçirəm.
Sonra gəlirik 18-ci suala. 18-ci sualda məndən düzgün olanı istəyir. They have no any passion to wait for the bus. No any deyə bir şey yox idi demişdik. Ona görə səhvdir. Employees are not burada inkardır. Təzədən gətirmişəm. Burada no yazmışam. Bir cümlədə iki inkar olmaz deyə B variantda səhvdir. Neither private organizations nor the government have managed to find an effective solution. Dedik ki, neither nor olanda neydi? İkinci tərəfdə olan, xəbərə yaxın olana əsasən xəbərimizi yazırdıq. Və the government təkdə olduğuna görə have burada nə olmalı idi? Has olmalı idi. C variantı səhvdir. D variantına baxıram. We have no time or money to finish the project. Bəli, düzgünü demişdik ki, no'dan sonra article gəlməz. No olanda. Bəli, ona görə də V-yə əsasən have yazmışam burada. Böyük ehtimal sual verə bilərsiniz ki, time and money saymır. Niyə have vermişik? Burada bu mübtədəyə əsasən yazın. Yəni V-yə əsasən xəbərimizi yazmışıq deyə elə D variantını düzgün variant olaraq işarə edirik. Y variantına da baxıram ki, he lives in the neighborhood any longer. Burada baxıram ki, any səhvdir. Çünki any inkar və sual cümlələrində olmalıdır, amma təsvif cümləsidir. Burada ona görə uyğun gəlmir. Ya burada no longer olmalıydı, ya da digər tərəfdə he doesn't live in the neighborhood olmalı idi. 19-cu suala baxıram. 19-cu sualda məndən nə istəyir? Dialoq qurmağımı istəyir. Tez variantlara baxıram, görüm hansını ilk yaza bilərəm. Böyük ehtimal variantların eşitlərində ilk 3-ün olduğunu görürəm. Yenə də gəlib biri yoxlayaq görə 3 gəlirmi? I can't believe our flight was cancelled without any clear explanation. Mən 3-ə baxıram ki, okey, 3-ü saxladım. Ona uyğun gələ bilən altını seçirəm. Yes, and the airline staff didn't give us any helpful information. 3-6 ard-arda gəlir. Sonra baxıram nə ola bilər başqa. Seçək görə qarşıladım. What should we do now? Məsələn, should-la sual veribsə cavabı ona nə ilə verməliyəm? Should-la verməliyəm. Baxıram, burada 2 dənə should olan var. Lakin bu bir ideya deməliyik ki, mən ona qarşı olaraq good idea deyərdim. Ona görə baxıram ki, 4 uyğun gəlməyəcək. Nə olacaq? 5 olacaq. 3, 6, 1, 5. Zaten cavabın A olduğunu görürəm, amma yenə də davam edək. Məsələn, 5-ciyə baxıram ki, burada should-la veribdir, ardını da gətirib 4 yaza bilərəm və sonluq olaraq da bu bir ideya deyil. Hə, deyirəm ki, düzdür də. True, we need to stand up for our rights as passengers. Burada deyirsiniz ki, məsələn, 3-dən sonra daha doğrusu 6-dan sonra niyə 2 olmadı? Bu ideyaya da baxaq. Baxıram ki, əgər mən gətirib 6-dan sonra 2-ni yazsaydım, bu 6 da yes sayılır bir şeydir. Təzədən bu da onu true deyir. Elə bir-birlərini təsdiqə gedirlərmiş kimi bir fikir formalaşır. Ona görə bu versiyanı götürmədim. Belə, keçək 20-ci suala. 20-ci sualda görürəm ki, which statement sentences can be changed into passive voice. Biz demişik ki, məsul növə çevrilməsi üçün nə olmalıdır? Cümlədə mütləq tamamlıq olmalıdır və zamanlara fikir verməliyəm. Baxıram ki, birinciyə I understood that they had to leave early. Bu early-dən sonra heç bir tamamlıq yoxdur. Birinci səhvdə tamamlıq yoxdur. Demək ki, mən birinci cümləni passive çevirə bilmirəm. Səhvdir. The teacher gives the students homework on Mondays. Students homework nədir? Tələbələrin tapşırıqları. Hə, ola bilər ki, gəlsin mübtəda olsun. İndiki sadə zamandadırsa uyğun gəlir. 3-ə baxıram. They will finish the project next week. The project tamamlığımdır. Gətirib mübtədaya deyərəm. Will be finished verərəm ardınında. Gələcək sadə zamanda 3 də düzgündür. 4-ə baxıram ki, they have been building a new bridge since last year. Burada uşaqlar, hə, tamam, a new bridge tamamlığım var. Amma demişik ki, bitmiş davam edici zamanlar məchul növdə olmur. Ona görə 4-ü mən məchula çevirə bilmirəm deyə səhvdir. Cavab olmalıydı. 2, 3, D variantını seçməli idik. Burada D-ni işarələyək. Burada da A-nı işarələyək. Belə. Ümid edirəm ki, yaxşı suallar idi. Nələrsə də yenidən öyrəndik. Sağ olun. Gələn sınaqlarda görüşərik.